Hərçənd də son vaxtlar o kişidən incirmişəm, amma o kişi orada oturan. İnanın ki, bu birliyin ayaqda durmağının demək olar ən böyük sütunlarından olub. Təyyar mənim xaricdə, yəni Təyyar mənim sözsüzdür, o heç. Biz o qədər əziyyətlər çəkdik, biz hədələndik də. Hədələndik ki, siz də... Tərana xanımla məni hədələdilər. Bəli, şəxsən mən narahat elədilər, evlatlarım da hazırlıqlı olun dedim. Yəni mən orada yox idim, amma belə şeylərin içində bilə-bilə biz özümüzü oradaydıq. Amma şükür Allah, hər şey pakdır, təmizdir, hər şey yaxşıdır. Ətrafımıza yığılan adamların da əksəriyyətini namizədliyini mən vermişəm. Məsələn, Kənan bəyin. Kənan həm qohumumdur, ana tərəfimdən, nənə tərəfimdən qohumumdur. Baxmayaraq ki, böyük qardaşı biraz mənə qarşı şey yaradır da. Məndən çox istəyən yox. Yox, var. Yəni sözümün canı odur ki, bu yığdığımız insanlar da, burada olan insanlar da, xanımlar, bəylər, hamısı bu birliyə layiqli insanlardır. İndiyə qədər də, son günə qədər də elədir. Yəni mən qəbul edirəm, kiminsə dayısı olmağı, kiminsə xalası olmağı da qəbul edirəm. Təyyar müəllim düz deyir, indi mənə durub dayı deyəs deyir ki, onda mənim inciyərdim. Amma açıqlama gətirirəm sizə, bu məni dünəndən narahat edibdir açıqlaması. Təyyar müəllim bəlkə də nəinki onun xanımı, məni öz ailəsinin üzvü kimi istəyir. Biz elə bir ailəyik. Təyyar müəllim hətta mənim öz ailəmi də tanıyır da, yəni biz bir ailənin üzvüyük. Amma demək istəyirəm ki, bu birlikdə arxasında danışmaq, belə tamlıqla düzlük lazımdır. Mən nə sevmirəm arxadan danışmağı, nə güzə görənlik eləməyi, nəyəmsə buyam. Hamıya da onu deyərəm, burada heç elə adam yox deyil, ümumiyyətlə deyirəm, mən həmişə bu söz demişəm ki, birli oynayalım da, ikili oynamaq mənə heç xoş gələn şey deyil, istəyir dünya dağılsın, xoşum gəlmir. Bu birliyə də görüşən, bu birliyin axırı sonunda geçir. Əslində bu birliyin prezidentini çağırır. Bir dənə orada bir verilmiydi ki, mən yalnız olsa, Tinişka məsələsində bir dənə rayonun sədrinə veriləcəkdir. Vəssalam, o sədir də kim gedib nə iş görsə, o sədrin adı ilə hərəkət edəcək. Sən gedəcək, sən göndərirsən bunu, yoxsa mən 10 dənə adama verim, geçsin bildiklərini eləsinlər. Bəli, elə oldu. İctimai nəzarət o fasonda oldu. Yeni ictimai nəzarət. Vəsiqə, bir dəqiqə. Vəsiqə belədir. Prokurorluğun vəsiqəsi var. Daxili İşlər Nazirliyinin var. Təhsil işçilərinin var. Müəllimlərin yoxudur ki, vəsiqəsi. Gömrük işçilərinin var. Səhiyyə